Toplu birinci hissə. Gör bu yanırmı? Hə. Deməli, adi onluq kəsirlər mövzusundan 2019-dan. Adi onluq kəsirlər, adi onluq kəsirlərin toplanması, çıxılması, vurulması, bölünməsi 60-dan sonraki suallar uşaqlar. 61-dən başlayırıq. Siz də yazın. 61 belədir. 0,88 vuraq 4, çıxaq 1,76 vuraq 0,5, bölək 3,52, sonra gələk 0,25. Birbaşa kalkulyator misalından elə evdə oturursan, telefonu qoyursan qapanına, yaxşı. Bu nədir? 0,8-i vuranda 3,2, 3,2-nin də üstə 3,2 gələndə 3,52 edir. 3,2, üstə də gələndə 0,32-ni məncə belə illərdir. Vurma səhv eləyə bilərəm. Çıxaq. Bunu da yarı böləndə 1,76 deyin görüb. 76, 80, 88 də budur. 0,88. Yox, qoy elə eləməyək. Biraz daha rahat usulla. Hərdən elə onu deyirəm. Bu da eyni şey mi edir? Elə bu eyni şey edir. 0,88 vuraq 4, çıxaq. Bu da 0,88 eləmir mi? Bölək 3,52, üstə gələk 0,25 bərabərdir. 0,88-i çıxardanda bu 3 vuraq 0,88 edir. Bölək 3,52, üstə gələk 0,25 bərabərdir. 3-ə vuranda bunu neçə edir? 2,4. Desən, nə nesən? Bu da 3 elə bil vuraq 0,88, bu da 3,52. Vuraq 0,25 edir. Düzdürmü? 4-ə mi gedir bu? 4-də 3 deməli. 4-də 3 də 4-də 3 üstə gələk 4-də 1 bərabər 1 edir. Variant zadı var mı? B. B variantı. 63-ə baxaq. 63. 63 belə. Deyir ki, M-in neçə natural qiymətində? M kvadratı üstə gələk 5M, üstə gələk 6. Bölək M kəsiri natural ədəddir. Bunları ayrı-ayrı kəsirlərdə yazında M üstə gələk 5, üstə gələk 6 bölək M qalır. Bunlar onsuz da natural olur, naturaldır. Naturallığı 6 bölək M-dən asılır. Deməli, M bərabərdir. 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 6 ola bilər. Deməli, 4 dənə qiymətində. C variantı. 65, gəldik yenə sizin misalınıza. Deməli, 0,68-in kubu. Çıxaq, 0,68 vuraq 0,32-nin kvadratı, vuraq 1,17-də 8-dir, nədir bilmirəm. Aydın məsələ ki, 68-i çıxartmalıyıq ortaq vuruq kimi. 0,68-i çıxartdım. 0,68-in kvadratı çıxaq 0,32-nin kvadratı edir. Bu da 17-də 25 edir. Bununla bu getdi mi? Birinci ilə üçüncü. Niyə? 68, 100-dən 68, 4-ə ixtisar gedəndə burada 17, 25-də 17 edir. Bu da bərabərdir. 0,68 çıxaq 0,32. Vuraq 0,68 üstə girək 0,32. Bu eləyir neçə? 0,34, yox 36 min. 36, bu biri də eləyir 1. Cavab 0,36. Nə? A variantı. 65-dən sonra gəlir 67. Bu da sizin misallardandır. Sizin çox sevdiyiniz misallardandır. Çünki evdə bunu eləmək çox asandır da. Niyə görə uşaqlar? Çünki evdə çay var, kofe var, ondan sonra telefon var. 21,5-də 3 çıxaq. 69,36 bölək 3,4 vuraq 1,5 çıxaq 1,3 vuraq 15 bərabərdir. Bu ifadənin der qiymətini hesabla. 21,5-də 3 yəni 21,6 demək. Düzdürmü? 21,6 çıxaq.
Bax bunu 69 tam düzmü köçürmüşəm bununla? Bu elə 3 vuraq, 3 vuraq, belədir də 21 tam onda 6 bira yox, 3 düz gəlmir. Düz gəlmir. Heç nə bölək də 69 tam %36 bölək 3 tam onda 4. Görək bu nə verir? Vuraq 1 tam onda 5, çıxaq 1 tam 3-də 2, vuraq 15. Bu nə idi? Yaxşı ki. 21 tam onda 6. Bölək görək 69 tam %36-nı. 3 tam onda 4-ə böləndə 69 tam %36. Yəni 6936-nı 36-nı bölürük 34-ə. 34 2 dəfə eləyir burada. 68 13-ün içində 3 endirirəm. Yoxdur. 1 endirirəm. 0 qoyuram 6-nı endirirəm. Belə mi olur da? Qolu bölməyi yaş bilməyir. Hə, 34 neçə dəfə eləyir bu? 4 dəfə də bu elədi. 2 tam %4 mi elədi? Yoxsa onda 4 mi eləyir? 20 tam onda 4 mi eləyir? Hə, qolu bölməyi yaş bilmirəm. Çıxaq deyirsiniz 20 tam onda 4. Vuraq 1 tam onda 5. Hava bir qolu bölmə bölür ki, yadınızda da qalır. Hə, çıxaq 1 tam 3-də 2, vuraq 15. Bu da nə eləyir? Bu elədi 1 tam onda 2. Ay, bu nə misaldır ay qardaş. 1 tam onda 2, vuraq 1 tam onda 5. Çıxaq. Bütün irgəndi mi? 3-də 2, vuraq 15. 1 tam onda 2, 1 tam onda 5-ə vurun. Hə? Bu da 1 onda 8. Dəqiq mi? 1 tam onda 8 çıxaq 1 tam 3-də 2 vuraq 15. Bunun nə ibtidai sinif yoxlur, nə yoxluyur bu? 1 tam onda 8 də 1 tam 5-də 4 çıxaq 1 tam 3-də 2 vuraq 15. O da bərabərdir. 1 tam 15-də 12 budur çıxaq 15, 1 tam 15-də 10 da budur. Vuraq 15. Cavab 15'də 2 eləyir, vuraq 15. 2'dir mi gör cavab? 2'dir mi? Hə, B. Hə, bu nə da kişi? Hələ bir utanmaz bir video görüntü zad da çəkirik ki, bunu uşaqlar başa düşməz bir. Şu an nə vecnədə telefonu qoyacaq qavana hesablayacaq. 69'a baxaq. Yox, burada bir-iki dənə qəşəng misallar var. Məsələn, biri elə 69'dur. Qoy yaddaş üçün qalsın. 1 bölək 1 vuraq 3. Üstə gələk. Bu yadınızdadır. 3 vuraq 5. Üstə gələk. 1 vuraq 5 vuraq 7. Üstə gələk. 7 vuraq 9. Üstə gələk. 9 vuraq 11. İndi mən biraz uzunçuluq eləyəcəm. Çünki o həm də gələcək üçün yaddaşda qalsın. Başala bura baxın. Deyirəm ki, gəlin 1 çıxaq 3-də 1 yazaq. Görək bu nə edir. Bunu belə yazmaq olarmı? Deməli, aşağıda yazıram 3, burada yazıram 2. Bunu da belə eləyirəm. 2 bölək 1 vuraq 3 kimi. Düzdür? Deməli, onda nə oldu? Eləcə də buradan da 3-də 1-dən çıxıram 5-də 1-i. Nə olur? Ortaq 3 vuraq 5-dir. Yuxarıda isə 2 qalır. İndi 5-də 1-dən çıxıram 7-də 1-i. Burada da 5 vuraq 7-dir. Yuxarıda 2 qalır. Elə bil, 7-də 1-dən çıxıram 9-da 1-i. Bu da 7 vuraq 9 yuxarıda 2 qalır. Eləcə də 9-da 1-dən çıxıram 11-də 1-i. Burada da 9 vuraq 11, vurmuram da məxrəci belə sayırım. Burada da 2 qalır. İndi fikir verin. Bunları 2-yə böləndə nə alır? Hər tərəfi, bu bərabərlik. Onda belə çıxır ki, 1 bölək 3 vuraq 5 bərabər da 2-də 1-ə vururam hər tərəfi. 2-də 1 vuraq. 3-də 1 çıxaq, 5-də 1-dir. Hə, birinci yadımdan çıxır. Burada. 1 bölək 1 vuraq, 3 bərabərdir. 2-də 1 vuraq, 1 çıxaq, 3-də 1 bu edir. Ondan sonra 1 bölək 5 vuraq, 7 isə 2-də 1 vuraq, 5-də 1 çıxaq, 7-də 1 deməkdir. 1 bölək 7 vuraq, 9 isə 2-də 1 vuraq, 7-də 1 çıxaq, 9-da 1 deməkdir. Eləcə də 1 bölək 9 vuraq 11-də, 2-də 1 vuraq, 9-da 1 çıxaq, 11-də 1 deməkdir. O 2-də 1 də hardan alınır? O 2 fərqi. Babura fikir verirsinizmi? Hər birində fərq eynidir. 3-dən 1-i çıxanda 2 eləyir.
Bax, bu 3 burada da olmalıdır, burada da olmalıdır. 5-dən 3'ü çıxanda 2 eləyir. 5 burada da var, burada da var. Özü də 2 artır. 5-də 7-dən çıxanda yenə 2, 9-dan çıxanda yenə 2. Bax, indi bunların əvəzinə, həmin bu hasillərin əvəzinə onu yazıram. Çünki o növbəti çalışmalarda da bu tipdə var. Bunlardan istifadə edəcəyik bu üsuldan. Deməli, bunun əvəzinə yazıram 2-də 1, 1 çıxaq 3-də 1. Üstə gələk. 2-də 1, 3-də 1 çıxaq 5-də 1. Üstə gələk. 2-də 1 vuraq, 5-də 1 çıxaq 7-də 1. Üstə gələk. 2-də 1 vuraq, 7-də 1 çıxaq 9-da 1. Üstə gələk. 2-də 1 vuraq, 9-da 1 çıxaq 11-də 1 də bu elədir. Bərabərdir. Da buranı silirəm. Onda nə olur? 2-də 1-ləri ümumi mötərizə xaricinə çıxardıram. 1 çıxaq 3-də 1. Üstə gələk. Burada 3-də 1 çıxaq 5-də 1. Üstə gələk. Burada 5-də 1 çıxaq 7-də 1. Üstə gələk. 7-də 1 çıxaq 9-da 1. Üstə gələk. 9-da 1 çıxaq 11-də 1. Və ortadakıların hamısı islah olunur. Və qalır nə? 2-də 1 vuraq. 1 çıxaq 11-də 1. Birinci ilə sonuncu. Bu da 2-də 1 vuraq. 11-də 10 deməkdir. Cavab 11-də 5 edir. D. Variantı özünüz yazın. Çünki bu tipdə olanları eləyəcək. İndi keçirəm növbəti suala. Görək burada nə var? (69)dan sonra gəlir 71. Bax, 70 sizdə neçə artacaq 70-də? 4-4. 4-də 1 vuraqla olacaq. Birinci boru 71-də belədir. Hovuzu 4, boş hovuzu 4 saata. İkinci isə 6 saata doldurur. Üçüncü boru isə dolu hovuzu 12 saata boşaldır. Hər üç boru eyni vaxtda qoşularsa, hovuzun yarısı neçə saata dolar? Birinci başlayaq nədən? Birinci boru 1 saata hovuzun 4-də 1 hissəsini doldurur. Çünki 4 saata tam doldurur. İkinci boru 6 saata doldurursa 1 saata 6-da 1 hissəsini doldurur. Üçüncü boru isə 12-də 1 hissəsini boşaldar. Gəlin indi açaq hər üçünü eyni anda və 1 saat işlədək. Onda 4-də 1 dolur, üstə gələk 6-da 1 dolur, çıxırıq 12-də 1 isə boşalır. Bərabərdir. Bu da 12-də 3, üstə gələk 2 çıxaq 1, 12-də neçə eləyir bu? 4, 3-də 1 hissə doldu. 1 saata 3-də 1 hissəsini doldurur. Yarısı nə qədərdir? 2-də 1 hissəsində bölürük. Neçəyə? 3-də 1-ə ki, 1 saata doldurur isə görək neçə saata doldurur. Bu isə 2-də 3, 1,5 saat eləməlidir. B variantı. 73-ə baxaq. Uşaqlar, 73 bu bayaq elədiyimizin, yəni 69-un daha ümumi formasıdır. İndi fikir verin. 73 belədir. 1 vuraq 5, üstə gələk. 1 bölək 5 vuraq 9, üstə gələk. Və sairə, üstə gələk. Belə bir şey yazır. 4-dən çıxaq 3 vuraq 4-dən üstə gələk 1. Deyir ki, bu cəmi hesablayın. Bax, eyni tipdə sualdır. Görürsün, bu dəfə 4 artır. Birincisi 1'dir, sonuncu. Görürsün, bundan da bunu çıxanda 4 eləyir. Ona görə də belə yazır. 4'də 1 vuraq da uzatmıram. Birincisi, yəni 1 çıxaq və sonuncusu. 1 bölək 4'dən plus 1. O da bərabərdir. 4'də 1 vuraq. Burada 4'dən plus 1 minus 1, 4'dən plus 1. O da bərabərdir. 4'də 1 vuraq. 4'dən bölək 4'dən plus 1. Bununla da bu ixtisar gedir. M bölək 4'dən plus 1. A variantı. 73 də belə getdi. Görək o birisi nədir? 75. 75 də çox maraqlı sualdır. Köhnə suallardandır. Məxrəci 18 olan və 3'də 1, 2'də 1 aralığında yerləşən kəsirlərin, adi kəsirlərin sürətlərinin cəmini tapın. Deməli, n deyək də buna. 3'də 1 kiçikdir, n bölək 18, kiçikdir 2'də 1. Hamısını 18'ə gətirək. Bu eləyir
18-də 6 kiçikdir m bölək 18. O da kiçikdir 18-də 9. N hansı şərtləri ödəyir? 7 və 8. İkisinin cəmi də 7 üstə gələk 8, 15 eləmək. Yaxşı. 77-yə baxaq. Yetmiş yeddi də belə uşaqlar. Deyir ki, N'in neçə tam qiymətində 3n kvadrat üstə gələk 5n çıxaq 12 bölək n kəsirinin qiyməti tam ədəd olar. Bax, tamdır, hangi burada? Bu da tamdır, o da tamdır. Bərabərdir. Bu eləyir 3n üstə gələk 5 çıxaq 12 bölək n. Əvvəlcə müsbətlərinə baxaq. N bərabər 1 olanda, 2 olanda, 3 olanda, 4 olanda, 6 olanda, bir də 12 olanda. Və bir də bunun əks ədədləri. Mənfi 1 olanda, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 6, mənfi 12. 1, 2, 3, 4, 5, 6, 12 qiymətində. Yaxşı, 79-a baxaq. Çünki burada həm ifadənin qiyməti tam deyir, həm N'in qiymətini tam deyir uşaqlar. 79. 79 da belədir. Deyir ki, 36 çıxaq n kvadratı, belə n kvadrat kəsirinin qiymətini tam ədəd edən natural n'lərin cəmini tapın. Əlbəttə ki, bu da 36 bölə n kvadrat çıxaq 1 deməkdir. İndi birincisi n bərabərdir 1 olanda. Yaxşı, bir də mənfi 1 olanda. Plus minus 1. Sonra plus minus 2 olanda. 4 olsun. N'in natural qiymətlərindir. Hə, onda naturaldırsa eləcə 1, 2, sonra bir də 3, bir də 6. 6. Neçə dənə qiymət? 4-dür mü cavab? Cəmi də 1 üstə gələk, 2 üstə gələk, 3 üstə gələk, 6, 12 eləməlidir. Yaxşı, 81 varmı? Baxaq. 82 lap super sualdır, onu özünüz baxacaqsınız. Bu asandır, 81. 1 üstə gələk 2-də 1, 1 üstə gələk 3-də 1, 1 üstə gələk 4-də 1 və s. 1 üstə gələk 10-da 1. İfadəsinin qiymətini tapın. 82-ni yoxlayarsınız. 82 superdir. Qəşəng sual. Bu ne eləyir birincisi? 2-də 3 vuraq, 3-də 4 vuraq, 4-də 5 vuraq, 5-də 6 vuraq və s. 10-da 11. Düzdürmü? Bax, fikir verirsinizmi? Sürət məxrəcdən bir vahid. Üçlər bununla bu gedir, bununla bu gedir, bununla bu gedir, bununla bu gedir, bunlar gedirlər. Sürətdə qalır 11, məxrəcdə qalır 2, yəni 5 tam 10-da 5-dirmi? Bu qədər uşaqlar 83 də var, bu qədər deyil. 83 də var, mən 82 ona fikir verməmişim. 83-ü də yazaq, bu bugünkü gün üçün sonuncu sualımız olacaq. Amma 82-də çətinlik törətsə, gələn dəfə müzakirə edərik. Deyir ki, 83-də şəkil verib, birinci boru boş hovuzu təhlikdə 18 dəqiqəyə. 18 dəqiqə. İkinci boru isə, ikinci kran isə, bu birincidir, bu ikinci isə 54 dəqiqəyə doldurur. Hovuzun aşağısında isə üçüncü kran 108 dəqiqəyə boşaldır. 108 dəqiqəyə boşaldır. Bu üç kran eyni zamanda açıldıqda hovuzun 10-da 7 hissəsi neçə dəqiqədə olar? Bəyəxkinlə demək olar ki, eyni. Birincisi 18-də bir hissəsini doldurur. İkincisi 54-də bir hissəsini doldurur. Bu isə 108-də bir hissəsini boşaldır. Onda 108, bu eləyir 6. Üstə gələk 2 çıxaq 1. Deməli 108-də 7. İndi 10-da 7-ni də bölürük həmin bir dəqiqəyə doldurduğu deməli miqdara. 10-da 7 vuraq 7-də 108. Bu isə 10 tam 10-da 8 dəqiqədir gör. 10 tam 10-da 8. Və salam. Bugünkü bu qədər. Cüt saydakılar.